Mingəçevirdə Qarabağ kanalında bir nəfər batıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, şəhər sakini 39 yaşlı Bəxtiyar Məmmədov kanalın Mingəçevir şəhər ərazisindən keçən hissəsində boğulub. Onun ehtiyatsızlıqdan suya düşərək öldüyü ehtimal olunur. Bəxtiyar Məmmədovun tapılması istiqamətində axtarışlar davam etdirilir. Tovuzun Aşağı Öysüzlü kənd sakini, Vətən müharibəsi iştirakçısı 1985-ci il təvəllüdlü Vüsal Əşrəfoğlu Tağıyev vəfat edib. Onun uzun sürən xəstəlikdən sonra öldüyü açıqlanıb. Mərhum kənd qəbristanlığında dəfn olunub. Qeyd edək ki, Vüsal Tağıyev döyüşlərdə göstərdiyi xidmətlərinə görə, Kəlbəcərin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Allah rəhmət eləsin.